Və beləliklə Səddam Osmanlı Tural Hüseynliyə qarşı debütlə başlayır bugün Tural Hüseyn. Onun ilk peşəkar döyüşüdür. Qeyd eləmək istəyirəm və Səddam Osmanlı 1-0 rekordu saxlayan bir idmançıdır. Baxın bunlar bugün necə işləyəcəklər məsələn. Bildiyimiz kimi Səddam Osmanlı Məhəmməd Osmanlının qardaşıdır və Məhəmməd Osmanlı takedown attempt kəsildi Osmanlı tərəfindən və boğucu fənd eləməyə çalışır Osmanlı, fikir verir, amma Tural Hüseynli qoymadı. Keçdi side kontrola. İndi qalxmaq istəyir Səddam. Osmanlı hələ ki alınmır. Bəli, dirsəklər gərdilər. Conor McGregor stilində, fikir ver. Bəli. Çox təhlükəli mövqedir Tural üçün. Gərək bu mövqedə Osmanlı ilə savaşmasın mənim fikrimcə. Əslində o dirsəklər sweep çox gözəl sweep elədi. Həqiqətən və üstə çıxdı. Hal-hazırda full guard mövqəni tutmaq istəyirdi Hüseynli və çıxır vəziyyətdən. Bax, çalışacaq. Burada biraz mövqe çətindir nəsə eləmək mənim fikrimcə. Sən nə deyərsən bu mövqedə? Mən düşünürəm Səddam Osmanlı indi çönməlidir onun side tərəfinə və orada ona dirsək ata bilər. İndi görək nə fikirləşir. Əlbəttə ki, sweep eləmək Zabit Səmədovu ekranımızda görürük. O da öz döyüşçüsünə görə narahatdır gördüyümüz kimi. Bəli, Gəvəsin yanına yaxınlaşdı, baxır, izləyir. Səddam Osmanlı və Məhəmməd Əli Osmanlı Zabit Səməd İdman klubunun təmsilçiləridirlər. Və burada görürük ki, yenə dirsəkdən istifadə edir Səddam Osmanlı. Möhtəşəm zərbə idi. Gördüyümüz kimi Tural Hüseynli yoruldu. Ayaq üstə qaldılar bunlar ikisi də və Tural Hüseynli takedown çalışır. Görək alınacaq yoxsa yox. Xeyr. Yaxşı yoxlamaq istəyirdi, amma Səddam Osmanlı gördüyümüz kimi gözəl qorundu. İndi özü onu setkaya sıxıb təzyiq göstərir. Bəli, görək indi özü takedown edə biləcək və çalışıb, amma dəqiq alınmadığına görə biraz çox qəribə mövqe tutublar ikisi də. Tural Hüseynli ayağından tutub Osmanlı. Burada anakonda fənd eləyə bilər əslində. Tural Hüseynli? Xeyr, Səddam Osmanlı. Çünki əlini keçirdib, indi görək ayağını çıxartsa keçə bilər anakonda fəndinə. Bəli, çox maraqlı fənddir. İşlədə bilər onu yoxsa yox. Biz yoxlayarıq və alındı, keçdi anakonda fəndinə. İndi ayaqları bağlamaq lazım olacaq yəqin ki. Yox, təslim olundu Tural Hüseynli və Səddam Osmanlı bu döyüşdə qalib gəlir. Ayaqlı kontrol elədi, ayaqla boğazını getirdi və anakonda fəndini bacardı. Sibrizdə keçirilən NCF 5 turnirin ilk döyüşündə Səddam Osmanlı qələbə ilə çıxır qəfəsdən. Mən bilən Məhəmməd Osmanlı da anakonda ilə o ayı var tutmuşdu. Bəli, bu fəndlə. Və indi o qardaşından bu gözəl bir fəndi görürük. Bəli, indi isə qulaq asaq rəsmi qərarına. Döyüşün birinci raundda 2 dəqiqə 11-ci saniyədə təmiz qələbə ilə Səddam Osmanlı qalib gəlir. Alqışlarınızla.